Deməli, biz onda toxunanın tənliyini yazsaq, yazarıq ki, y bərabərdir. Y0 plus y0 törəmə x minus x0 və yaxud da funksiya formasında yazsaq, f(x0) plus f törəmə x0 x minus x0 şəklində yaza bilərik. X minus x0 dedikdə uşaqlar, biz nə nəzərdə tuturuq? Baxın, y0, x0. Burada çəkilmiş düz xətt y bərabərdir kx plus b-nin qrafikidir. Bu isə y bərabərdir fx funksiyasının qrafikidir. Yəni, qrafik üzərində zaten x-in və y-in üzərində verilmiş nöqtələr x0 və y0 nöqtəsini ifadə edir. Daha sonra törəmənin fiziki mənası. Törəmənin fiziki mənası dedikdə, hərəkətdə olan hər hansısa bir cismin t saatda getdiyi yolu st ilə işarə edirik. Həmçinin də t saatda getdiyi sürəti vt, bu vt, vt ilə işarə edirik. Bu zaman vt bərabər olur s törəmə t-yə, yəni bu düsturları yaxşı yadınızda saxlayın. Sürət verilərsə, gedilən yolun törəməsini tapırıq. Bunları bərabər eləyirik və yaxud da təcillə əlaqəli olanda necədir? Təcili verilərsə, surətin törəməsinə bərabər eləyirik. Və yaxud da təcil verilərsə, gedilən yolun 2 qat törəməsinə bərabər edirik. Bu formada. Misal üçün, misal deyək. Əgər yazıram ki, st bərabərdir t kvadratı plus 4t plus 12 hərəkət funksiyası ilə hərəkət edən cisim t bərabərdir 5 sürətini və təcilini tapın. Sürətini və təcilini tapmaqdan ötürü törəməsi sürətə bərabərdir. 2 qat törəməsi isə nəyə bərabərdir? Təcillə bərabərdir. Deməli, bir dəfə törəməsini tapmağımla mən bunun sürətini tapmış oluram. T bərabərdir 5 anında. Törəməsini tapıram. 2t plus 4. Düzdürmü? T'nin değerini gətirib 5 yazıram. Olur 14. Deməli, bunun vt-si nəyə bərabər oldu? 14-ə. Çatdı nə demək istəyirəm? Yəni, surətin istəyirsə, gedilən yolun 1 qat törəməsi, təcilin istəyirsə 2 qat törəməsini tapırıq. Zaten də t-nin qiymətini verib. İndi təcilin istəyir. Törəməsini tapmışdım da mən. Bunun, baxın bir dənə. S törəmə t. Bərabərdir tapmışdım 2t plus 4. Deyir 2 qat törəmə. Yəni, bir də 2 qat törəmə tapıram. Törəməni necə tapırsınız? Birinci özün yazırsınız. Baxın, imtihanda düşəndə açıq sual kimi. ST-ni yazdınız. Gətirirsiniz birinci qat törəmə. Sonra ondan sonra yazırsınız ikinci qat törəmə. 2t plus 4-ün də ikinci qat törəməsi olur 2. Deməli, bunun təcili nəyə bərabərdir? 2-yə bərabərdir. Daha sonra törəmənin tətbiqi ilə funksiyanın araşdırılması. Yəni, ekstrem nöqtələri, böhran nöqtələri, stasionar nöqtələri. Birinci nöqtə ətrafı deyilən bir anlayış var. Baxaq görək, ümumiyyətlə, nöqtə ətrafı nədir? Nöqtə ətrafı anlayışı nədir? Hər hansısa bir A nöqtəsinin daxil olduğu ixtiyari intervalda bu nöqtənin ətrafı var. Yəni, bu nöqtənin ətrafı deyilir. Yəni, hər hansısa bir nöqtə götürək, onun sağında və solunda da 9 üzərində. Nəyi var bunun? Ətrafı var. Tərif deyək. Tərif yazaq bir dənə. Yazaq ki, funksiyanın A nöqtəsindəki qiyməti bu nöqtənin müəyyən ətrafı, müəyyən qiymətlərindən kiçik olarsa, müəyyən ətrafı, müəyyən qiymətlərindən kiçik olarsa, buna minimum nöqtələri, böyük olarsa maksimum nöqtələri deyilir. Və bunların həm minimum, həm də maksimum nöqtələrinə bir yerdə ekstremum nöqtələri deyilir. Yəni, ekstremum nöqtələri dedikdə, bunun maksimum və minimum nöqtələrinin tapılması tələb olunmalıdır. Və yaxud da buna ekstremumlar deyilir. Ekstremum nöqtələri yox da, ekstremumlar da deyilir. Hər hansısa bir qrafik çəkək.
Belə bir qrafik tutaq. Deməli, baxın uşaqlar, bu qrafik buradan qalxır, sonra düşür də. Deməli, bu sizə göydə görsənə bilər əslində. Bu o demək deyil ki, bu qrafik, yəni necə izah edeyim? Hə, bu qrafik bizim maksimum nöqtəmizdir. Baxın, təpə nöqtəsidir, düzdürmü? Təpə nöqtəsidir. Bu hissədə qalxıb durub. Bu bizim nəyimizdir? Maksimum nöqtəmizdir. Daha sonra bizim maksimum nöqtəmiz nədir? Bax, bura 1, 2, 3 deyək də 2-ni buraya 4, 5. Deməli, bizim maksimum nöqtələrimiz 1-dir, 3-dür, 5-dir. Minimum nöqtələrimiz isə 2 ilə 4-dür. Zaten bunu baxan içində görmək olur. Daha sonra deməli, ekstremum nöqtələrinin tapılması. Ekstremum nöqtələrinin tapılması. Maksimum və minimum nöqtələrini tapmaqdan ötürü dəqiqə fikrim yayındı. Bunu da deyək sonra. Əgər funksiyanın ekstrem nöqtələrinin törəməsinin olub-olmadığını bilməkdən ötürü həmin x0 nöqtəsinə yalnız bir toxunan çəkmək mümkündürsə, deməli funksiyanın həmin nöqtədə törəməsi var. Yəni bu o deməkdir ki, funksiyanın x0 nöqtəsində törəməsi varsa, onda həmin nöqtədə funksiyanın qrafikinə çəkilən toxunan yeganədir. Yəni bir dənə çəkirəm, toxunan çəkirəm. Bir dənə toxunan çəkirəmsə, deməli bunun törəməsi var. Bir dənə toxunan çəkə bilərəm də, mən buna başqa bir toxunan çəkə bilmərəm axı. Yox, əgər. Deməli bunun nəyi var? Törəməsi var. Nə zaman? Əgər bir dənə toxunan çəkə bilirəmsə, funksiyanın qrafikinə, yəni törəməsi fx funksiyasının qrafikinə bir dənə toxunan çəkə bilirəmsə, deməli bunun törəməsi var. Əgər mən bunun qrafikinə tutaq ki, belə bir qrafik çəkəm. Toxunan çəkmək istəyirəm. Belə toxunan, nə bilim, belə toxunan. Buna nə qədər gör toxunan çəkdim, ona görə də bunun törəməsi yoxdur. Əgər qrafik verilib, qrafiklər üzərində törəməni araşdırmaq lazımdırsa, ona bir dənə toxunan çəkməlisiniz. Toxunan əgər yeganədirsə, deməli törəməsi var. Əgər toxunanları çox çəkə bilərsinizsə, yəni sonsuz sayda çəkilə bilirsə, deməli bunun törəməsi yoxdur. Daha sonra Fermat teoremimiz var bizim necədir? Əgər x0 daxildir df nöqtəsi üçün fx funksiyasının ekstremum nöqtəsidirsə, onda həmin nöqtədə törəməsi varsa və sıfıra bərabərdir və ya həmin nöqtədə törəməsi yoxdur. Ya törəməsi var, sıfıra bərabərdir. Ekstremum nöqtələri necə tapırıq? Törəməsini tapıb sıfıra bərabər eləyirik. Və yaxud törəməsi yoxdur. Böhran nöqtələri. Böhran nöqtələri nədir? Əgər fx funksiyasının müəyyən bir parçasında təyin olunmuş kəsilməz funksiyadırsa, bu parçanın uc nöqtələri fərqli bütün nöqtələr fx-in daxili nöqtələri adlanır. Deməli, bir də təkrar edək. Fx funksiyasının müəyyən bir parçada təyin olunmuş kəsilməz funksiyadırsa, bu parçanın uc nöqtələrində fərqli bütün nöqtələr fx-in daxili nöqtələri adlanır. Daxili nöqtələri adlanır. Deməli, başqa bir tərif deyək ki, əgər törəmənin olmadığı və ya törəmənin sıfıra bərabər olduğu daxili nöqtələr böhran nöqtələri adlanır. Yəni funksiyanın törəməsi tapılanda həmin daxili nöqtələrin törəməsini tapıb sıfıra çeviririk və yaxud da həmin daxili nöqtələrin təyin olunmayıbsa, o zaman böhran nöqtələridir. Stasionar nöqtələr uşaqlar.
Bəzən biz ekstremum nöqtələri ilə stasionar nöqtə deyirik ki, ekstremum nöqtəsi varsa stasionar nöqtəsi də var. Xeyr, stasionar nöqtə funksiyanın ekstremum nöqtəsi olmaya da bilər. Yəni, misal üçün necə bir qrafik qura bilərik ki, bunu? Ona bir qrafik mən fikirləşim, qrafik qurum onun üçün. Deməli, ekstrem, maksimum və minimum nöqtələrini tapmaqdan ötürü nə edirik? Törəməsini tapıb sıfıra bərabər eləyirik. Deməli, ümumi anda fikirlərimizi yekunlaşdıraq deyək. Əgər parçada sonlu sayda böhran nöqtələri olan funksiyanın ən böyük qiymətini, yəni maksimumu və yaxud da ən kiçik qiymətini, yəni minimumu tapmaq üçün funksiyanın verilmiş parçada verilmiş bütün böhran nöqtələrini və parçanın uc nöqtələrində qiymətlərini hesablamaq, sonra isə alınan ədədlərin ən böyüyü ilə ən kiçiyini seçmək lazımdır. Yəni, biz ən kiçiyinə deyəcəyik minimum, ən böyüyünə deyəcəyik maksimum. Deməli, birinci biz törəməsini tapıb sıfıra bərabər eləyirik. Böhran nöqtəsi tapılır. Deməli, funksiyanın birinci törəməsi sıfıra bərabər edilib böhran nöqtəsi tapılır. Həmin nöqtələrin intervalları üzərində sağında və solunda işarələr təyin olunur. Və həmin işarələr plus və yaxud da minusa keçirsə, nöqtə minimum, əksinə isə maksimum nöqtə olur. Yəni, mənfidən müsbətə doğru gedirsə, bu nöqtə minimum, əksinə isə maksimum olur. Daha sonra minimum, maksimum nöqtələri funksiyanın özündə törəməsi deyil. Yəni, x-in bütün yerinə yazılanları hesablanır. Tutaq ki, bizə belə bir funksiya verib. Fx bərabərdir 2x kubu çıxılsın 9x kvadratı plus 12x plus 3. Deyir, funksiyanın maksimum nöqtəsini tapın. Törəməsini tapırıq, sıfıra bərabər eləyirik. Yazıram 6x kvadratı 18x plus 12 bərabərdir sıfıra. Buradan yaza bilərəm ki, x minus 1, x minus 2-dir. Təbii ki, mən bunu hər tərəfini 6-ya böləndən sonra. Bunu tapdım. Gətirirəm intervalda. 1, 2. Müsbət, mənfi, müsbət. Düzdürmü? Nəyə keçdi? Baxın, nə dedim? Dedim, mənfidən müsbətə keçirsə, bu olur minimum nöqtə. Müsbətdən mənfiyə keçirsə, olur maksimum nöqtə. Bunları yaxşı yadınızda saxlayın. Nədən keçib? Müsbətdən mənfiyə keçib. Deməli, bir necə nöqtəmizdir bizim? Maksimumdur. Mənfidən müsbətə keçib 2 necə nöqtəmizdir? Minimum nöqtəmizdir. Yəqin ki, başa düşdünüz. Qrafiklərdə də elədir. Əgər mənfidən müsbətə keçirsə minimumdur, müsbətdən mənfiyə keçirsə deməli maksimumdur. Artma azalma aralıqları. Funksiyanın artıb azalma aralıqlarını necə tapırıq? Əgər artma aralıq deyirsə, törəməsini tapacaqsınız, sıfırdan böyük götürəcəksiniz, bu artma aralığıdır. Törəməsini tapıb sıfırdan kiçik götürəcəksiniz, bu olur azalan aralıq. Bu formada. Daha sonra eninci tərtib törəmə. Yəni, biz ikinci, üçüncü tərtib törəmələri necə işləyə bilərik? Tutaq ki, bizə verib ki, 3x kvadratı plus 7x 5. Tutaq ki, bilmir. Çıxılsın 13x. Bunun birinci tərtib törəməsi yazanda uşaqlar baxın. Birinci bu olduğu kimi qalsın. Yazın fx belə. Sonra yazırsınız fx törəməsini tapırsınız. Birinci tərtib.
yaza da bilərsiniz. Yəni yazılışını öyrədirəm sizə ki, nə eləyin. 3x kvadratı plus 7x üstü 5 minus 13x-in törəməsi yazırsan ki, 6x plus 35x üstü 4 çıxılsın 13x. Bu formada yazdım. Daha sonra ikinci tərtib törəməsində bunu yazacaqsınız. Üstündən 1 yazarsınız. Niyə 2 yox? Çünki bir dəfə almışsınız, bir dəfə də alacaqsınız. Burada amma 2 yazmalısınız. Yazırsan 6 plus 35 vur 4 x üstü 3. Все. Bu qədər. Üçüncü tərtib desə yenidən oradan bir də tərəvüm almaq məcburiyyətində qalırsan. Bu formada yəni yazılışımız budur.